45 yaşım var. 45 yaşım var bəli. Bu var, dövlət, imkan, bahalı dostlar, hamısı yoxdur. Yox. Bax, yenidən Mən üzr istəyirəm. Biraz bəzi şeylər onlar yadıma düşür. Çox vaxt oturmuşam, özüm üçün ağlamışam. Özüm həyatım üçün. Hönkür uşaq kimi ağlamışam ki, mənə kimi oğlan, mənə kimi sənətkar, zərgar, qəlbi belə bir insan olan həyatı puç elədi həyatını. Özünün həyatını demək olar ki, sındırdı da. O elə bir sındırdı ki, onu nə bitişdirmək olur, nə də sağaltmaq olur, nə də onu bitişdirib, yəni sağaltmaq mümkündür. Mən üzr istəyirəm izləyicilərdən. Nəyə görə? Göz yaşlarıma görə mənə bağışlasınlar. Yox, nəyə görə sən bunları itirdin, bunları dağıtdın? Narkotikaya görə hər şey. Dəyər miydi ki, bir anlıq İnandırım həzzə, sənə. kayfa görə bir bax, İnandırım sənə, Nail qardaş, heç birinə değməzdi. Heç birinə değməzdi. Kaş ki mən kasıb oğlan olaydım, kasıb dostlarım olaydı. Mən kasıb yaşayardım. Bir tikə çörəyimi yeyərdim, şükür eləyərdim bugünmə ki, mən bugün yaşayacağım, valideynlərim yanımdadır, anam atam yanımdadır mənim. Bu mənim üçün var dövlət nə deməkdir? Var dövlətdən də artıq olan bir şeydir. Var dövlət də gəldi gedərdi, o dostlar da gəlib gedərdi, pul da gəlib gedərdi, maşın da gəlib gedərdi, onlar hamısı gəlib gedərdi. İnsanın ən can sağlığı qalmır, o da gedir. Onu da bərpa eləmək olmur. O can sağlığını bərpa eləmək olmur. O qəlbi, beyni, bəlkə hansı bir yer vurub bərpa edib sağalda bilərsən, amma qəlbi, beyni sağaltmaq mümkün olan bir şey deyil. Olmur, çətin bir şeydir. Çətin bir şeydir. Bəlkə ana, ata yanında ola, bəlkə özünü aldadarsan, deyərsən ki, hə, mən biraz yaşayıram, bu ağrılarla yaşaya bilirəm. Amma bir an olur ki, yadıma düşür, görürsən ki, sən yaşamırsan da, sən yaşaya bilmirsən.